Necə ki, İmam-ı Cəfər Sadiqə gəlir birisi, sual eləyir ki, Allah-u Teala'nın varlığının isbatı nədir? O deyir ki, sən müsəlmansanmı? Deyir, bəli, müsəlmanam, amma istəyirəm ki, etiqadım qəlbimdə qüvvətli olsun. İmam-ı Cəfər Sadiq, Allah sirrini təqdis etsin, himməti üzərimizdə daim olsun, cənnətdə bizi ilə onu yoldaş eləsin, amin. İmam-ı Cəfər Sadiq ona deyir ki, sən nə sənət sahibsən? Deyir, mən gəmiçiyəm. Heç bu gəmi ilə səfər eləyəndə başa bir qəribə hadisə gəlirmi? Deyir, bəli, gəlir. Nə gəlibdir? Deyir ki, tufan oldu, külək əsdi, gəmimiz parçalandı və gəmimiz batdı. Biz də suyun üzündə qaldı, bir taxta parçasına yapışdım və o tufan olduqca, o külək əsdikcə, dalğalar bizi qaldırıb saldıqca mən o taxta parçasına qüvvətli yapışıb Allah-u Teala'ya qəlbimlə dua etdim. Allah-u Teala'ya yalvardım və sakitləşdikdən sonra bütün gəminin heyəti məhv olmuşdu, batmışdı, həlak olmuşdu. Mən salamat qaldım. İmam Cəfər Sadiq, diqqət edin, bu cavabı verir ona. Sən o tufanda o gəminin taxta parçasını qucaqlayıb Allah-u Teala yalvaranda Allah-u Teala barəsində nə düşünürdünsə, Allah odur. Çünki insana hər yerdən ümidi üzülür. Həmin o sınaq vəziyyətdə onun bütün bu qabiliyyətləri sönür. Onun ancaq qəlbi, o qəlbi ilə Allah-u Teala'ya bağlanır. Allah-u Teala barəsində qəlbində o qədər gözəl hüsn zənd olur ki, ey gücü hər şey çatan Allah, ey bu tufanı sakitləşdirməyə qüvvəti çatan Allah, ey bizi bu dənizdən imtihana çəkən və s. Bunun kimi fikirlər ki, onun qəlbindən gəlib Allaha, qüdrətinə, qüvvətinə iman eləyib, ümid eləyib. Bax, sənin qəlbindəki həmin o andakı his Allah-u Teala'nın varlığının isbatıdır.